Vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar, Çək TV-ni izləyirsiniz. Ölkədə və dünyada baş verən ən yeni xəbərlərlə qarşınızdayıq. Studiyada Aybəniz Səfərovadır. Şəhidlər Xiyabanında qeyri-etik video çəkən əcnəbilərlə bağlı məhkəmə prosesi üzrə yeni detallar açıqlanıb. Səbail rayon məhkəməsində baş tutan prosesdə təqsirləndirilən şəxslər Azərbaycan xalqından üzr istəyiblər. Məlum olub ki, saxlanılanlardan biri Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyində tədqiqatçı kimi işləyir. Məhkəmədə ifadə verən əcnəbilər Şəhidlər Xiyabanının hara olduğunu bilmədiklərini, buna görə Azərbaycan xalqından üzr istədiklərini bildiriblər. Bununla yanaşı ittiham üzrə özlərini təqsirli hesab etmədiklərini vurğulayıblar. Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci qəbir üzərində təhqiredici hərəkətlər maddəsi ilə cinayət işi açılıb. Bakıda Türk Dövlətləri Təşkilatının media forumu keçirilib. Tədbir çərçivəsində 2 panel sessiyası baş tutub. Birinci paneldə qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv mexanizmlər, eləcə də türkdilli ölkələr arasında media və kommunikasiya sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə edilib. Sessiyada dezinformasiya ilə mübarizə mövzusu da əsas diqqət mərkəzində olub. İkinci paneldə isə rəqəmsal media mühitində qarşılıqlı əməkdaşlıq imkanları dəyərləndirilib. Ekspertlər texnoloji inkişaf fonunda bu sahədə geniş işbirliyi potensialının mövcudluğunu vurğulayıblar. Müzakirədən sonra Ümumdünya Şəhərsalma Fondunun media münasibətləri üzrə meneceri Eldar Rəsulov çıxış edərək gələn il Bakıda keçiriləcək forum haqqında məlumat verib. Abşeronda ölümlə nəticələnən yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə hadisə noyabrın 26-sında Məmmədli Fatmay yolunda qeydə alınıb. Qəza nəticəsində Chevrolet markalı avtomobilin sürücüsü 2004-cü il təvəllüdlü Elcan Zahiroğlu Ələsgərov dünyasını dəyişib. Görüntülərdən yüksək sürətlə hərəkət edən avtomobilin idarəetmədən çıxaraq aşması və bir neçə dəfə dövrə vurması məlum olur. Faktla bağlı araşdırma aparılır. Bugün Avropa Parlamenti Ukrayna ilə bağlı yeni qətnamə qəbul edib. Evropeyskaya Pravdanın məlumatına görə sənəddə gələcək sülh razılaşmasının Ukraynanın suverenliyi və ərazi bütövlüyünü müdafiə etmə imkanına xələl gətirməməsi əsas tələb kimi göstərilir. Qətnamə eyni zamanda Rusiyanın Ukraynaya vurduğu bütün ziyanın tam şəkildə ödənilməsini vacib şərt kimi vurğulayır. Sənəddə qeyd olunur ki, davamlı sülh razılaşmasına gedilənədək tam atəşkəs təmin edilməli və Ukraynanın müvəqqəti işğal olmuş ərazilərə Avropa İttifaqı tərəfindən heç vaxt Rusiya ərazisi kimi tanınmayacaq. Avropa Parlamenti həmçinin bildirib ki, Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar yalnız Ukrayna ilə sülh sazişi tam icra olunduqdan sonra aradan qaldırıla bilər. Noyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 7-10, gündüz 14-17 dərəcə isti olacaq. Rayonlarda isə havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 5-9, gündüz 13-16 dərəcə isti olacaq. Bugünə çatdıracaqlarımız bu qədər. Ən son xəbərləri Çək TV-dən izləməyə davam edin. Diqqətiniz üçün minnətdarıq.